Hamınıza salam, mən Qajur Akademinin İngilis dili müəllimi Sona müəllimə. Yeni videomla sizlərlə bərabərəm. Deməli, bu video ingilis dilində cümlə qurmaq istəyən, amma qura bilməyənlər üçündür. Ona görə də, deməli, mən lövhəyə 10 isim, daha doğrusu 10 isim deyil, sonradan əlavə eləmişəm, ondan artıq isimdir. 10 sifət və 10 dənə feil yazmışam. İndi mən qırağa çəkiləcəm, bunu skrin edirsiniz və yaxud da videonu saxlayırsınız, dəftərinizə yazırsınız, əzbərləyirsiniz, daha sonra mən videoma baxırsınız. Məncə kifayətdir bu qədər vaxt. Deməli, bunları əzbərlədikdən sonra artıq biz başlayırıq sadə nəqli cümlə qurmağa. Və artıq siz bu videoya baxdıqdan sonra və bu sifətləri, feilləri və isimləri əzbərlədikdən sonra nəqli formada cümlə qurmağı bacaracaqsınız. Elə keçək videomuza. Lövhəmizi gətirin bu tərəfə. Cümlələr artıq mən buradan yazacağam. Deməli, ilk cümləmizi Azərbaycanda yazacağım lövhəyə, daha sonra onu ingilis dilindən necə istifadə etmək lazımdır, onu biləcəm. Ən öncəliklə ingilis dilində ən sadə, ən primitiv deyək, cümlələr necə olur? Deməli, birinci subject. Subject yəni canlı şəxs, canlı isimə görə söhbət. Subject plus verb. Verb dediyim feil deməkdir, yəni hərəkət. Feil yazılır artıq. Feil plus object. Object isə cümlənin tamamlığından gedir söhbət. Deməli, ingilis dilində cümlə qurmaq, Azərbaycan cümlə qurmaq qədər asan deyil də, daha belə fərqli struktura malikdir. Məsələn, Azərbaycan deyirəm ki, mən parka gedirəm. Hərəkət cümlənin sonunda gəlir, düz deyilmi? Və canlı şəxs cümlədə öncə gəlir. İngilis dilində canlı subjektim öndə gəlir. Amma hərəkətim artıq canlı şəxsdən sonra gəlməlidir. Məsələn, bu cümləyə nəzər salaq. Pişik sürətli qaçır. Aha, deməli, mən birinci nəyə istifadə etməliyəm burada? Canlı ismimmi? Hətta Azərbaycanla yazın birinci, sonra ingilisində yazaq ki, sizə daha rahat olsun. Pişik sürətli qaçır. Deməli, biz artıq videodan dayandırıb sözləri öyrəndiyimiz üçün bizə rahat olacaq. Pişik nə demək idi? Cat. Və birinci cümlə quruluşunda subject, canlı ismim gəldiyi üçün artıq pişiyi birinci yazıram. Pişik oldu cat. Doğrudur. Pişik sürətli qaçır. Cümlə strukturumda subjectdən, canlı şəxsindən sonra verb, hərəkətim gəlməkdir mənim. Bu cümlədə mənim hərəkətim nədir? Qaçmaq. Qaçmaq nə idi? Run. Deməli, yazacağam cat, run. Sürətli nə demək idi? Biz onu artıq sifətdən öyrənmişdik. Fast. Bu qədər. Bu oldu mənim cümlə sıram. İndi burada belə bir detay verəcəm sizə. Deməli, heydə şeydə itdə, yəni təkliyi bildirdiyi zaman bizim mübtədalarımız, o zaman biz feilin sonuna, yəni hərəkətin sonuna ya s yazmalıyıq, ya da s yazmalıyıq. Deməli, indi mən oradan bir sual gəlir, sual verdiniz, eşidirəm. Nə vaxt s yazaq, nə vaxt s yazaq. Mövzudan biraz qırağa çıxacağam. Əgər feilin sonu s, double s, sh, ch, o, x, TCH bu hərflərdən bitərsə, feilimin sonu bu hərflərdən bitərsə, bu vaxt mən S artıracağam, yəni IS artıracağam. Yox, əgər bu hərflərdən bitmirsə, məsələn, run sözündə N hərfi mənim bu bayaq dediyim qaydama aid olmadığı üçün mən yalnız bunu S artıracağam. Olacaq, cat runs fast. Pişik sürətli qaçır. İndi başqa bir video yazacağam. Məsələn, deyirəm ki, it və pişik yatır. İt və pişik yatır. İt nə demək idi? Hətta yenə birinci Azərbaycanda yazacağam sizin üçün ki, sizə belə deyək də daha belə rahat olsun. Aha, dedik ki, it və pişik yatır. Deməli, it nə demək idi? Dog. Və nə deməkdir? Sözlərdə yox idi, məncə bilərik, bilməsək belə anddir. Dog and cat. Yatmaq nə demək idi? Sleep. Sleep yazıram buradan. Və artıq ekrandan, yəni kamera arxasından mənə sual verdiyinizdə eşidirəm ki, bayaq biz feilin sonuna s və yaxud da ki, es artırdıq. Bəs burada niyə mən feilimin sonuna s artırmadım? Çünki dostlar, dog and cat, it və pişik, bunlar cəmdədirlər. They, onlar deməkdir. Amma bayaq mən nə demişdim? Mən demişdim ki, he, she, itdə,
yəni bunlar təkliyi bildirirlər, üçüncü şəxsin təkindədir. Bunlarda s və s olurdu. Amma z-də, z mənim qaydamda yox idi, mən onu necə s artıra bilərəm, yaxud da s necə artıra bilərəm. Ona görə də bu z-də, belə deyək də, olduğu kimi qalır. Heç bir s və yaxud da ki s artırmağa ehtiyac qalmır. Olur dog and cat sleep. İt və pişik yatır. Yəni ona görə mən burada sleep-ə s və yaxud da ki s artırmağıma ehtiyac qalmadı. Növbəti cümləmizə keçirəm nəqli zamanda. Nəqli formada daha doğrusu. Mən artıq cümlələri özümdə qeyd eləmişəm. Gözəl müəllim yazır və oxuyur. Gözəl müəllim yazır və oxuyur. Cümləmin strukturunu yenidən qeyd edirəm. Ola bilər başınız qarışa bilər. Subyekt, fe'l, hərəkət və obyekt. Əgər obyektimiz varsa cümlədə, ola bilər cümlə subyektdən və fe'ldən ibarət ola bilər. Yəni canlı şəxsdən və hərəkətdən ibarət ola bilər. Deməli, yazılıb, gözəl müəllim yazır və oxuyur. Birinci bunu yadda saxlamaq lazımdır ki, sifət həmişə isimdən əvvəl gəlir. Bu Azərbaycan dilində də belədir. Gözəl qız, sonra maraqlı kitab. Yəni sifət isimdən öndə gələcək. İngiliscədə yenə eyni qaydada. Gözəl müəllim sözündə. Gözəl nə demək idi? Biz artıq onu saxlamışdıq. Beautiful. Gözəl beautiful deməkdir. Beautiful yazıram. Beautiful. Müəllim nə demək idi? Teacher, bəli. Beautiful teacher. Beautiful teacher yazır və oxuyur. Yazmaq nə idi? Write. Və nə idi? And. Oxumaq nə idi? Read. Bu cümləni olduğu kimi belə yazdım. İndi sonra bayaq Suna müəllimə dedi, qayda yadıma düşür. Şəxslər üzrə nə vaxt s və s artırırdıq, nə vaxt olduğu kimi qalırdı. İndi mənim burada canlı şəxsim, mübtədam, gözəl müəllimədir. Mən fikirləşirəm ki, müəllim ya qadın cinsi olar, ya da kişi cinsi olar. Fərqi yoxdur. Yəni, ya he olacaq kişi cinsində, ya da she olacaq qadın cinsində. Fərqi yoxdur. Deməli, mən həmin cümlələrdə hərəkətimin sonuna nə artırmalıyam? Ya s yazı artırmalıyam, ya s artırmalıyam. Və baxaram ki, burada e hərfindən bitir hərəkətimin biri, biri isə d hərfindən bitir. E və d hərfi mənim qaydamda deyilsə, deməli, s yox, s artırmalıyam mən bunlara. Olacaq writes and reads. Gözəl müəllim yazır və oxuyur. Bu qədər. İndi bu lövhənin bu hissəsini silək. Okay, növbəti cümləmiz nədir? Aha, qəmgin heyvan su içir. Qəmgin heyvan su içir. Aha. Qəmgin heyvan, yenə biz sifət isminin önündə sifət görürük. Bu normaldır. Sad, qəmgin nə deməkdir? Sad. Sadi yazdım. Heyvan nə deməkdir? Bəli, animal. Sad animal. İndi mənim canlı mübtədəmi istifadə etdim. İndi Azərbaycan dilinə fərqli olaraq ingiliscində canlı mübtədədən sonra mən hərəkət istifadə etməliyəm. Düzdürmü? Strukturu yadınıza salıram. Mənim bu cümlədə hərəkətim içməkdir. İçmək nə deməkdir? Drink. Sad animal drink. Su nə deməkdir? Suyu içir də, düzdürmü? Water. Water. İndi yenə bu cümləni təzədən qayda eləyirəm, qayda yadıma düşür. Animal, it gedir, cansız gedir, ingiliscində orta cinsdir. Deməli, hərəkətimin sonunda nə olmalıydı? S olmalıydı. Yəni, sad animal drinks water. Əgər yox, bu cümlədə belə olsaydı, qəmgin heyvanlar su içirlər. Cümlədə cəmlik olsaydı, belə bir şey olsaydı, yəni deməli artıq bu yenə z demək olacaqdı, onlar və artıq mən burada s yazmağıma ehtiyac olan deyildi. Amma bundan öncə yazdığım hissədə bu animalın sonunda s olmadığı üçün və animal heyvan sözü təkdə olduğu üçün s və ya s artırmalı oldum. Okeymi? Ona görə yəni bu məsələ belədir. Ümidvaram, heç bir qaranlıq yoxdur bu hissədə və videonun sonunda sizə bir tapşırıq verirəm. Dostum kitab oxuyur. Dostum kitab oxuyur. Siz mənə bu cümləni zəhmət olmasa yorumlarda yazın və mən artıq orada oxuyacağam və öz fikrimi doğrusa doğru, yanlışsa yanlış və hər hansı bir səhviniz olacaqsa da orada mütləq surətdə düzəlişlərimi edəcəm.
Videomuz bu qədər idi. Ümidvaram hər birinizə köməklik edəcək bir video olmuşdur. Bizə qısa bir təşəkkür olaraq video like atmaq, kanalımıza abunə olmağı unutmayın. Instagramdan bizi takip edə bilərsiniz. Çox sağ olun. Növbəti videolarda görüşmək ümidi ilə. Sağ olun.